O dağlar Derenay bezeme Lel zeliney Of lel zeliney Her dalan may har dalan May har dalan May har dalan Bahar dalan Soldu gitti Belen av çiçekler Neydi Teze terli Ay teze terli Perden almaz elmi Kana elmi Kana elmi Kana elmi Kana elmi Kana elmi O dağları bezemeye Leli zər hardan alım soldu getdi çiçəklərin təzə təri hardan alım Olmuşuq lal Olmuşuq çar Tutub nəğmə kiriyib tar O bəstəkar o nəğməkar xan tərtəri hardan alım Salam, əziz Həsrət və Ümid verilişinin dəyərli izləyiciləri, hər birinizi salamlayıram. Sizi doğma yurda, yaddaşımıza və köklərimizə aparan Həsrət və Ümid verilişində ürəkdən salamlayıram. Bugün Həsrət və Ümid verilişində Qərbi Azərbaycanın Paşalı rayonunun Terp kəndindən olan Dilarə xanım Bəhmanovadır. Dilarə xanımı artıq mavi ekrandan tanıyırsınız. Neçə dəfə Dilarə xanım həyat təcrübəsini, yaşadıqlarını ölkə mətbuatında paylaşmışdı. Müsahibələri var. İnanıram ki, bu dəfə də Dilarə xanımın fikirləri, verdiyi tövsiyələr, verdiyi məlumatlar hər birinizin xoşuna gələcəkdir. Öncəliklə Dilarə xanım bizi dəvətimizi qəbul edib müsahibə verməyə razılaşdınız. Təşəkkür edirəm. Necəsiniz Dilarə xanım? Çox sağ ol. Allah kömək olsun. Siz də bizi sahib bu verilişə dəvət elədiyiniz üçün, bizi yada saldığınız üçün, tariximizi arxivləşdirdiyiniz üçün sizə təşəkkür edirik. Çox sağ olun. Dilarə xanım, bizim sizə inşallah bir 9 sual ünvanlayacağım. Suallar şəxsi həyatınızdan bağlıdır, xatirələrinizlə bağlı olacaqdır. İnanıram ki, sizin verdiyiniz məlumatlar arxivdə qalacaqdır, gələcək nəsillər üçün faydalı olacaqdır. Allah sizə uzun ömür, can sağlığı versin, sizin dəyərli fikirləriniz var. İcazənizlə başlayaq, çox vaxtınızı almaq istəmirəm. Başlayaq mı Dilarə xanım? Başlayaq. Bəli. Zəhmət olmasa Dilarə xanım, özünüzü təqdim edin, harada doğulmusunuz və uşaqlığınız harada keçib? Mən Bəhmanova Dilarə Salman qızı. 75'ə yaxın yaşım var. Paşalı rayonunun Terp kəndində anadan olmuşam. Mənim atam əslən Gindivas kəndindən olub, anam Ağkənddən olub. Ermənilərin o kəndi dağıtdığına, Ağkəndi dağıtdığına görə atam uzun müddət məktəb direktoru işləyib. Kötanlı kəndində, Cərmük şəhərində, Məmərza kəndində atam uzun müddət məktəb direktoru işləyib. Ona görə də elə Gindivasda qalmayıb. Ondan sonra da cəmaatı biraz Gindivasda ermənilər təsir elədiyinə görə, təzyiq elədiyinə görə, atam da burada başqa kəndlərdə məktəb direktoru işlədiyinə görə köçürlər gəlirlər Terp kəndinə. Deportasiyada olublar, köçürlər Qaradəmirçiyə, deportasiyadan qayıdıblar. Hər yerdə də belə. Biz uşaqlığım Terp kəndində keçib. Mənim uşaqlığım Terp, 6 qardaş bir bacı olmuşuq. Atamız tarixi yaxşı bilən, cəmaat hamısı bilir, atam tarixi yaxşı söyləyən, savadlı, düzdür, nəfər çox olub, o vaxt qardaşları gedib, müharibədə itib, o biri müharibədə 45 müharibəsində. Atam məcbur qalıb, onların yetimləri də qayıdıb saxlayıb, onların balalarını saxlayıb.
Hamınızın balasını Allah saxlasın, hamına Azərbaycan xalqına kömək olsun. Ondan sonra mən də o 1-ci sinifi kənddə qutarmışam, Tertdə. Ondan sonra işləmişəm, biraz fəhləm, sovxozda sağcı işləmişəm, deputat dəfələrlə seçilmişəm. Ondan sonra Qrupda Mədəniyyət evində bədii rəhbər işləmişəm 10 il. Ondan sonra da köçkünlük düşüb, məcburi köçkün kimi Şuşa şəhərinə gəlmişəm. Şuşa şəhərindən sonra hamı qardaş bacım köçüb Xocalıya. Xocalda da talan olunur, canları da, malları da. Mal cəhənnəm, mal hər şey yerindədir. Canları, erməni canları tarmar elədi, özləri vəfat elədi, şəhid oldu. Ondan da getdik Şuşaya, Şuşadan bir də ikinci dəfə Şuşada qaldıq. Orada özümüzü etdik, onu da erməni əlimizdən aldı. Qaçqın gəldik Qızılqum sanatoriyasına. Sanatoriyada qaldıq, ondan da sonra Heydər Əliyev Allah rəhmət eləsin. Evləri verdi bizə, bu oğlumun evidir. Amma evləri verdi bizə, biz gəldik burada məskunlaşdıq. Amma əsasım uşaqlığım, yaxşı günlərim, işlədiyim günlər, oxuduğum günlər, hamısı Tertlə bağlıdır. Bütün xatirələrim mənim Tertlə bağlıdır. Mənim uşaqlarım Qərb Azərbaycanda orada doğulublar, orada böyüyüblər, orada məktəbə gediblər, balacalar yox, bəziləri. Öz uşaqlarınızla bağlı suala keçmədən öncə öz uşaqlığınızdan yadınızda qalan hər hansı bir xatirə varmı? Öz uşaqlığımdan yadımda qalan yaxşı xatirələrimiz var. Bizim il axırları deyil, axır çərşənbəli. Çünki üzr istəyirəm, uşaqların yadında qalan unudulmur uşaq vaxtı. Çünki böyüklərdən görür. Bəli. Gecə yığışırdıq, axır çərşənbəyə il axırı tuturduq. Elə vardı ki, gəlinlər də il axırı çərşənbəni eləyirdilər, gəlin xəlaqları. Biz qız idik o vaxtı, biraz yaşlanmışdıq, biraz. Onda yaxşı il axırı tuturduq, yaxşı xörək bişirirdik. Hətta aparırdıq, oğlanlar hara yığışırıq, bacasından su tökürdük. Onlar bizim bacamızdan su tökürdü. Yaxşı adət-ənənəmiz, yaxşı Novruz bayramını qeyd eləyirdik o ermənilərin içində. Səhərə qədər yatmırdıq, yaxşı deyil. Ermənilərin içində bizim o qədər yaxşı cəmaatımız vardı, o qədər qeyrətli bir Azərbaycan xalqım vardı. Bizim bir dənə pasportumuzda erməni adı yoxdur. Nə qadında yoxdur, nə kişidə yoxdur. Biz o cür orada. Xatirələrimiz yaxşı, yaxşı yeyirdik, yaxşı səhərə qədər il axırı tuturduq. Toylarımızda yaxşı iştirak edirdik, yaxşı ədət. Bunlar hamısı sizin uşaqlıq xatirələrinizdir. Uşaqlıq xatirələrimizdir. Uşaq idik, gedirdik. Böyüklər işləyirdi. Böyüklər yemək eləyirdi. Biz də səhərə qədər getmirik. Onların yanında qalırdıq. Danışırdılar, ay bala gedin yatın, yox. O toylardakı onların dediyi, güldüyü, yediyi, içdiyi, axşam yeməyi bişirdiyi. Onların biz də yanında ən yaxşı xatirələri, ilaxıları tuturduq. Yaxşı bayramlarda gedirdik. Torba atırdıq. Qızlar qoşulurdu, oğlanlara torba atırdıq. Səhərə, gecənin nə vaxtına qədər torba atırdıq. Biz qızlarla, oğlanlarla. Vallahi. Hələ yaşlı olanda da gəlin, evli olan vaxtı da torba atmışıq. Baxırdı kimi münasibət kimlə də, and olsun Allaha, quzu qoydular torbamıza, çəpiş qoydular torbamıza. Paltarıq atres deyirdik o vaxt, onu qoydular torbamıza, biz də qoyurduq. Biz də qoyurduq hələ. Yaxşı xatirələr, o qədər tonqal qalıyıb üstdən hoppanırdıq, yığılırdıq kəndini, oğlanı, qızı 50 nəfər. Bəzən düşünürsünüzmü ki, keşke uşaq olaydım, onlar yaşayaydım. Çox bəlkə də o dad mənim ağzımdan ömrü boyu getməz. Yaşadığım dövrdə də qoçaq olmuşuq, dolanmışıq. Bizim ən ağırlı yerimiz 92-ci ildə. Bəli, indi o suallara gələcəyik. Dilara xanım, ailə sizin üçün nə deməkdir? Ana, bacı, övlad olaraq ailə bağlarınız necə xatırlayırsınız? Və ailəniz, atanız, ananız, bacı və qardaşlarınız haqqında nə deyə bilərsiniz? Ailə mənim üçün əvəz olunmaz bir bağdır. Əvəz olunmaz bir hissdir. Ailənin heç nə ilə əvəz eləmək olmaz. O dadı, o tamı heç nə ilə əvəz eləmək olmaz. Əvəzsiz bir nemətdir, əvəzsiz nemət. O nemətləri əvəzsiz bir nemət. Əvəzsiz bir nemətdir. Ailə bağı əvəzsiz bir nemət. Ya qardaş, ya bacı, ya ata, ananın da əvəzsiz bir nemət. Əvəzsiz bir dad. Əvəzsiz. Atanız, ananız, bacı qardaşınız, zəhmət olmasa hamısının adını, familiyasını... Atam Hənifəyev Salman Bəhmənoğlu. Gündüvaz kəndindən əsli, amma yaşayıb Tertdə. Çox yerdə işləyib, amma əsli Tertdə yaşamış. Anam Hənifəyeva Gövhər Abbasəli qızı. Onun da əsli Ağkənddən olub. Ağkənddə ermənilər dağıdandan sonra gəlib, atamla evləniblər.
Kənddə tepdə yaşayıblar. Çox yerdə də bayaq saydım axı. Bəli, bəli. Qardaşlarım olub, bacım olmayıb. 6 qardaş, bir bacı. Qardaşlarım Zəhmət olmasa adların, familiyalarını. çox təəssüf ki, böyük qardaşımız Bəhmanov Vaqif Salmanoğlu. Onunkilərdir, şəhid olan onunkilər idi. Onun arvadı, onun oğlu. Bəhmanov Akif Vaqifoğlu, Bəhmanova Dilarə Məhərrəm qızı. Allah rəhmət eləsin, başınız sağ Allah olsun. kömək olsun. Ondan ikinci qardaşımız cənnətdir. Qalan qardaşımız sağ, Allah hamımıza kömək olsun o da içində. Qalan cənnətdir qardaşlarına. Üçüncü qardaşım Zülfüdür, Bəhmanov Zülfü Salmanoğlu. O dördüncü mənəm. Bəhmanova Dilarə Salman qızı. Məndən sonra şəhid qardaşımdır. Hənifəyev Bəhmən Salmanoğlu. Allah Qocalı rəhmət eləsin. şəhididir. Bəli. Ondan sonra Bəhməndən sonra İsmaildir. İkinci ildir dünyasını dəyişib. Hənifəyev İsmail Salmanoğlu. Ən xırdamız Hənifəyevə Əziz Salmanoğlu. Dünyasını dəyişib, o da dəyişib, bir 5 ildir dünyasını dəyişib. Ondan qalanı əmlərim olub, müharibədə itib. Anamın bir qardaşı olub, o da rəhmətə gedir. Anam, atam rəhmətə gedir. Demək olar ki, elə onların qardaşlarımın uşaqları qalıb, yaxşı uşaqlardır. Allah kömək olsun. Mənə elə gəlir ki, onlar qardaşlarımın yerində mənə qardaşım kimi hörmət eləyirlər. Mənim ayrı şeyə görə yox, ancaq hörmətimi saxlamaq mənə yaxşıdır. Mənim üçün ən əziz şey mənə hörmət saxlamaqdır. Mənim ayrı heç nə də versələr mənə istəmərəm. İstəyərəm onlar yaxşı olsun. Amma heç bir mənim hörmətimi saxlayırlar. Qardaşlarımın torpağı sanıq ömür arzulayıram onlara. Dilarə xanım, belə deyə bilərik ki, sizin bugün Azərbaycan ailəsi, hər kəs o hörməti, o sayğını görmək istəyir, xüsusən yaşlılar. Siz sözünüzün əvvəlində dediniz, yəni elə böyümüsünüz, elə görmüsünüz, o cür tərbiyə ilə böyüdüyünüzə görə artıq yeni gənc nəsildən də onu gözləmək haqqımızdır. Elə deyilmi? Biz 6 qardaş bir bacıydıq. Bizim İsmaili həmişə Allah Bəşir dayıya rəhmət eləsin. Balı nənəyə rəhmət eləsin. Onlar həmişə bizdən yaxşı getdilər olub kənddə. Yaxşı qonşuluğumuz olub. Həmişə İsmaili gətirdi ki, onların da özlərinin bir 40-50 erkək yox ki, çoban da ola bilərik. Amma nətər deyimi, çoban da olsan, nə də olsan, o ki, mənliyin varsa, o hər şeydir. O düzdür, onların da çox erkəyi vardı. Gəlirdi Salman dayı, İsmail gili də özündən apar, qoy İsmail gili də heyvanı yaxşı otardı, dədəm yaxşı, bir 100 dənə erkəyimiz olardı. Özlərinin, balalarının. Bizdə elə idi ki, mənim atam onları aparıb satardı. Bizim birimiz ondan soruşa bilməzdik, soruşmazdıq da ki, ata neçəyə gətirərdi, asıl bizim pulumuz bazarın üstündə. Apardım Azərbaycanda Şəkidə satdım, ala pulumu da biz soruşa bilməzdik ki, mənim erkəyim 5 idi, səninki 3 idi, nə idi, bizim heyvanımız buydu, malımız bu çıxartdı. Bir kəlmə atamız. İndi də o da davam edir. İçimizdə bizim davam edir. Hansına dar gün olsa bir-birimizə kömək edir. Çox gözəl. Dilarə xanım, 1988-ci ildə baş verən mərhələli deportasiyanı, yəni həmin o hadisələr dövründə doğma ata-baba yurdunuzu məcburi şəkildə tərk etdiniz. O günlərdə kənd qadınları nə yaşadı, hansı çətinliklərlə üzləşdi? Həmin günləri Allah göstərməsin. Biz nə qorxunc yaşadıq. Uşaqlarımızı apardı, Naxçıvana tökdük, balaca uşaqlarımız. Allah Seyid Qasım əmiyə rəhmət eləsin. Seyid Qasım əmi çıxdı, dedi, balalarınızı götürün, qaçın. Dedi, bala, bu milləti mən görmüşəm. Gəldi, atam 88-ci ilin martın 12-sində atam infarkt keçirdi qorxudan. Gindivastan keçiləri demişdi ki, köçün. Almaturanı, zaten üçün, nə bilim, neyinliklər sizi qıracaqlar. Salman əmi, Almatura ilə gəlib uşaqlar, cavanların, Salman kişi, çıxın gedin. Qaçın buradan. Qaçdıq, çıxdıq, gəldik, evləri tökdük, heyvanın birazını Naxçıvana apardıq piyada, dünən inqilab danışır, elə inqilab günən birazını gətirib, Laçından keçirdik Şuşada, zətdə satdılar, yarını tökdük orada, evlərimizi tökdük. Ən qorxunç hadisə, yemək bişirə bilmirdik qorxudan, nəyimiz varıdsa da heç kim evə düşüb xörək. Qorxunç, bizim də kəndin hər bir tərəfi erməni idi. Hara geçsəydik, gəl erməninin içindən keçəydik. Neçə rayonu. Bir Naxçıvana biraz yaxın idik, yenə erməninin içindən. Amma kişi kimi köçdük də. Bir uşağımız qalmadı, bir qız gəlinimiz abırla, həyə ilə. Heç bir ələcədə düşməmiş keçdik gəlir, amma Xocalda məhv elədi. Xocalda qırılanın hamısı bizim üçün. Sizin bir, bəlkə də var sizdə, mən biraz qabaq Xocalı şəhidlərinin gitmişdik.
qəbrin ziyarətə orada gördüm. Bəli. Orada mən danışmışam, orada ağlamışam. Orada. Bəli. Bəli, Dilarə xanım, çox ağırlı, acılı günlərdir. Həqiqətən deportasiyanın son mərhələsi 1988-ci ildə yenidən xalqımızın başına gətirilən müsibətlər, belə deyək də, biz öz doğma diyarımızdan köçdük, öz ata-baba yurdumuzdan köçdük, gəldik. Yəni məcbur olunduq. Yəni bu ermənilərin, onların havadarlarının bircə qurduğu oyunun demək olar ki, növbəti bir mərhələdə bizlər qurban olduq, sizlər qurban oldunuz. Yəni bu tariximiz üçün acınacaqlıdır. İndi elə bu minvalla başqa bir sual keçmək istəyirəm. Doğma kəndinizin adı çəkiləndə, çünki siz danışanda müsahibədən əvvəl də sizinlə söhbət elədik, baxdım, həqiqətən çox duyğulanırsınız. Kəndinizin adı çəkiləndə gözlərinizin önündə Dilarə xanım, ilk hansı mənzərə canlanır? Hansı hissləri yenidən yaşayırsınız? Mənim kəndin adı çəkiləndə inanırsan ki, nə qədər yaxşı gündə keçsəm, harada keçsəm, nə qədər mənə həyəcan büyüyür, nə qədər mən pis oluram, nə qədər inanırsan, bəlkə də loru dildə desək, tüklərim biz durur. Əgər indi mənim yol olsa, piyada buradan ayaqla gedərəm o kəndə. Kəndi ziyarət eləyərəm, bütün evlərin hamısını, ən əsas qəbirstanlığı ziyarət eləyərəm. Ən belə duyğulu hissdir də, görünməz bir hissdir. O qədər ki, mən ora üçün ölürəm də, ora üçün ölürəm. Ona görə o da bizim torpaqdır. Bəli. O da bizim torpaqdır da, o da bizim ana vətənimizdir, o da bizimkidir. Əlimizdən alınmağına baxma. Bəlkə də İlham Əliyev deməli, o nə vaxt desə eləməyi bilir. Ola bilsin ki, bizi aparar. İnşallah deyirsiniz, Qərbi Azərbaycana qaydacaq. Hə, qaydacaq. İnanırıq ona, əlbət ki. Dərə ləyəzə, elimiz obamıza qaydarıq inşallah. Dilarə xanım, kəndinizə məxsus biraz əvvəlki ilk suallarda siz bu mövzuya toxundunuz. Hansı adət-ənənələr var idi? Bir zəhmət olmasa bir balaca atanızdan onlara deyərdiniz və atanızdan, ananızdan, yəni yaşlı insanlardan gənc vaxtlarınızda eşitdiyiniz nələr qalıb yadınızda? Bizim atamızın, anamızın verdiyi tövsiyə odur ki, cəmaatın dar gündə cəmaatın yanından olun, qaçma cəmaatın dar gününə. Bizim ata-anamızın verdiyi tövsiyə oydu ki, xeyrə şərə yarıyırdıq. Bizim cəmaatın o qədər gözəl bir xüsusiyyəti vardı. Bir toyda nə qədər iş olurdu, hamı pulsuz görürdü o işləri. Nə qədər iş gedirdisə də hamısı pulsuz. İstərsən çayı, istərsən xörəyi, istərsən qab yumağı. Ya toyda, ya şər işində. Bir olmuşuq, bir-birimizin yanında olmuşuq, bir-birimizə kömək eləmişik. Heç nəyi təmənna ilə eləməmişik. Onu da ata-analarımızın bizə verdiyi tövsiyədir ki, bizim tariximiz belə gəlib, belə də davam edə. İndi də davam edirik. Bu kənddə, yəni ki də qonşu kəndlərdə nə qədər ki tanıdığımız, bildiyimiz var, yad qonşularla da Qızılqumda qonşu olmuşuq, harada o ədət-ənənəni davam etdirmişik. Ki, xeyrdən şərdən qalmırıq, hamısına təmənnası kömək eləyirik, hamısına gedirik, işlərində kömək oluruq. Ədət-ənənəmiz budur. Çox maraqlıdır, həqiqətən. Yaxşı da kömək eləyirik, təmənnasız. Allah hər zaman xeyir qismət eləsin. Xeyirdə, şərdə hər zaman birlik, bərabərlik var. Çünki belə görmüsünüz. Yəni dediniz, biz belə görmüşsünüz. Belə də davam edirik. Dilarə xanım, kəndi tərk etdiyiniz o ağır günü xatırlayanda ana ürəyinizdə ən çox hansı ağrı qalıb? Kəndi tərk eləyəndə ən çox geriyə qayıdıb qəbirstanlığa baxmış. Atamız bizə çox əziyyət çəkmişdi. Atamızın qəbrini götürə bilmədik. Atamızın bastırıb, bütün hamısı bizim üçün ata-anamız idi, hamı ölürlər. Qəbirstanlığa baxıb, ən pis, ən duyğulu, ən belə pis olduğumuz gün o gün olubdu ki, qəbirstanlığa baxıb getmiş. Heç indi də deyirlər dağıdıblar, indi də bilmirik. Qəbirstanlığa baxıb duymamışam pis olmuş. Mətbuatdan belə görünən o görüntülər var, oradan kəndin qəbirstanlığının dağıdıldığı görsənilir. Allah rəhmət eləsin. Ki, biz götürə bilmədik qəbri. Çayın o biri üzündə təzə qəbirstanlıq salmışdılar. Bəlkə də qalsa o bulağın böyrüydü. Bulağın böyründə dəfn eləmişdik. Hamısı elədi, hamısı atamda, hamısı qardaşımda, hamısı bizimkilərdi. Ən duyğulu, ən qorxulu qəbirstanlığı işidir ki, dağıdılar bəlkə də. Nə deyək, inşallah ki, o torpaqlarımıza, ata-baba yurdumuza qayıdarıq. Sizlərin də, sizin kimi ağbirçəklərin və ağsaqqallarımızın duası ilə biz də o torpaqlarımıza qayıdarıq. Dilarə xanım,
Vətəndən uzaqda keçən illərdə sizi, ailənizi və övladlarınızı səbrə, dözmə və həyata bağlayan nə oldu? Yəni belə deyək də, deyək ki, odan o deportasiya ərəfəsində artıq keçdiniz, yəni xalqı, cəmiyyəti demək olar ki, məcbur şəkildə öz ata-ana yurdundan, öz doğma illərlə zəhmət çəkib tikdiyi evdən, işdən çıxartdılar. Həmin bu ərəfədə, yəni bu keçirdiniz, yəni ailəniz, yəni sizi dözmə, səbr etməyə vadar edən nə oldu? Yəni siz nələri arzu edirdiniz? Belə deyək də, o torpaqlara qayıtmaq üçün bu əzabı, əziyyət çəkməyə dəyər. Yəni onu mu düşündünüz? Mənim böyüyünə qədər də gözüm orada qaldı ki, bizi tez qayıdacaq. Mənim anam gildə deyirdi ki, o vaxtda deportasiyada gəlib bir neçə il qalıb. Bizim hələ də gözümüz qaldı ki, biz tez qayıdacaq ora. Bizim ən dözümlü, ən belə fikrimiz orada qaldı ki, biz qayıdacaq ora. Onun fikri ilə yaşadıq. O fikirlə ki, biz qayıdacaq ora. Heç yadımdan çıxmaz. Dilak xanım, siz maraqlı bir məqama gəldik. Kəndinizdə o dağlardan, bulaqlardan, xanımların, analarımızın bişirdiyi yeməklərdən qısa olaraq ondan bəhs edə bilərsinizmi? Çünki son dövrlərdə bəzi adət-ənənələrimiz unudulubdur. Yəni bəlkə siz onları deyəsiniz, bunlar xatırlanar. Bizim yaxşı adət-ənənəmiz var idi, yaxşı bulaqlarımız var idi. Adlarını sayardı. Bir neçəsinin adını saysanız yaxşı olur. Ana bulağı vardı, baba bulağı vardı, Gicikcanlı bulaq vardı, qoşa göllər var idi, bulaqlarımız vardı, gözəl-gözəl. Sularımız var idi, bəlkə də birinin onun bir stəkanı bir dünya ilə dəyişməzdi. Gözəl pirimiz, ocağımız var idi. Pir dedim, biraz düz gəlmədi, ocağımız var idi bizim. Yaxşı biçənəklər. Adı nə idi? Ocağımız ilə Seyidqas Məminin ocağı deyildi. Terp ocağı, mən baxmıyorum, terp. Seyidqas Məminin ocağı deyildi, çox da inamlı idi. Bizim orada hər il aparıb qurban kəsərdik, hər il ocağımız var idi. Orada ədət-ənənə, yenə deyirəm, bizim hər şey. Pişirdiyimiz çörəkdən tutmuş qazanlardan. Bu dəqiqə mən ədət-ənənəni, bu dəqiqə gəl, bax gedim, mənim evdə qovud da çəkmişəm. Ermənistan ədədə. Ərişdən var, vidrə ilə ərişdə kəsmişəm. Ələyəzdən, ərişdədən. Ərişdə kəsmişəm. Qura ərişdə, aş üçün. Ələyəz, bütün o Ermənistanda nə göylər işlədirik, Naxçıvanan onun hamısını gətirdirirəm mən. Ermənistanda nədən istədim? Qərb Azərbaycanın hamısı o da var yəni. Hamısını Naxçıvanan gətirdirirəm mən. Orada nə cürəyəm, burada da. Cəmaatımızın çoxu heylədi. İndi bəzisi biraz əli çatmır, bəzisi biraz da alıb gətirə bilmir. Amma mən eləyirəm. Xanım, meşələdən nə yığırdınız? Meşələdən nə var idi? Meşələrdə hər şey. Yazdan ən birincidən xınclavuz, qarçiçək, gizirkən. Gizirkənin dalınca çıxırdı cacıq, qimi, piltan, baldırğan, əvəlik, ələyəz, sənə deyim... Yol pencarı deyil. Qırpığım. Biz istifadə edirik. Bana 2-3 gündür xaladenikdən çıxartdım. Bilsəydim gəlirsən, heç saxlayıb indi pişirərdik. Biz çox, qırpığım çox istifadə edirik. Çilir. Çilişi düzdür, az yığırdıq, bir elə yox. Amma qırpığımı may ayından, aprel ayından başlayırdı, düz dağlara çıxa-çıxa. Dağlarda olurdu. Gedirdi, düz sentyabra qədər yığırdıq. Kəlləqaya deyirdilər, Pənik deyirdilər. Oralarda olurdu, qoyun fermamız gedirdi. Meşələr, Terpin yaxınlığında Terp, Köşbə, Leyliqasan 3 kənd, yəni yaxın bir-birinə ərazi idi. O da hansı meşələr var idi? Hansı dağların adları deyirsiniz? Hansı göllər? Tarpı meşəsi vardı, böyük meşə idi. Çox da varlı meşə idi. Mən bu sualları sizə niyə verəm Dilak xanım? Çünki sizin yaddaşınızdan xəbərim var. Çünki siz maşallah olsun belə çox gözəl məlumatlar verirsiniz. Toqqazlı meşəsi vardı, Leyliqasana yaxınıdır. Tarpı meşəsi vardı, böyük meşə idi. Da biz biraz ərazi idi, bizim meşələr. Var idi, Mədanın meşəsi var idi. Gedirdik, yaxşı odun qırırdıq, cacıq yığırdıq oradan, qimi yığırdıq, çox elə belə yox. Yığırdıq, bir də gördüm 30 kilo, belə 40 kilo cacıq yığırıq, qimi yığırıq taylarla. Aldırğan, piltan, hamısını şoraba. Həm çiyi istifadə edirdik, çiyi də istifadə edirdik, həm də şoraba çox qoyuruq, baldırğan, hamısını. Dilak xanım, bəs bayaqdan gözləyəm ki, deyərsiniz, qış gəldi, qış vaxtıdır. Orada Terp cəmaatı qışı yaza çıxmaq üçün ən çox nədən istifadə edirdi? Hər şeydən, qışda qovurma eləyirdik. Elə mən qovurmanı soruşmaq istədim. Bu qovurma haqqında biraz, o necə olur, o necə saxlayırlar, o boyda qışı necə qalırdı o qovurma?
qovurma bizim yer soyuq idi. İndi də biz eləyirik. Qovurmanı mal kəsirdilər. Dana. Cüngə bağlayırdılar 100 kiloluq, 200 kiloluq. Eləsə olurdu 2 nəfər birini. Xırda ailələr 2 erkək, 3 erkək, erkək elə belə ət vermir. 30-40 kilo, 50 kilo ət verən erkək. Bütün kənd cəmaatı hamısı qış olmadan öncə bu qovurmanı edirdi. Adətimizdir. Qovurma mütləq olmalıdır. Evin ən belə diriyi, ən belə yaxşı qidası, ərzağı qovurma. Tam kəsdilər sonra necə edildilər? Qalıdı. Onu kəsirdilər, doğrayırdın, ekə doğrayırdın, iri doğrayırdın, balaca yox. Onu qaynadıb, pörtlədirdik. Pörtlədəndən sonra çıxardıq, suyundan çıxardıq quyruqla. Erkəyin quyruğu ilə. Olmasa erkək də kəsirdik ki, quyruğu olsun, quyruqla. Quyruqdan da əlavə görməyəndə yaxşı yağ alırdıq da. Özün bu vaxtın yağın yaxşı, biz özümüz tuturuq biz yağı. Elə olurdu ki, 3 flaqa 4 vedrə tutan, 6 vedrə tutan qazanlarla 2, 3, 4, baxırdı ailəyə, ikisini tutan, birini tutan, üçünü tutan. Ondan o yağla da qovurub yığırdıq qovurmanı. Ondan sonra ərişdə kəsirdik bir meşruq, yarıma çəkirdik bir meşruq, qovud çəkirdik 1-2-3 vedrə. Ələyəzin, əvəliyin, şpırın, nə bilim, 100 cürə mürəbbə bişirirdik. Çox mürəbbə elə belə yox ki, bir də görürdün 2 vedrə tutan, 2 vedrə ilə bir ərik mürəbbəsi armud, bütün mürəbbələrin hamısından. Düzdür, orada çiyələk zat biz bişirməmişik, amma qalan özümüzə məxsus. Özümüzün də Qərbi Azərbaycanda olan meyvələrin hamısından. Mürəbbəsindən belə taylarla qoz yığırıq özümüzə qışa. Fındığı Azərbaycandan alırdı. Orada Azərbaycan yoxdu fındıq. Buradan atam gəlirdi, bizə gətirdi, alırdı. Hələmizə 5 kilo, 6 kilo oldu. Amma taylarla qoz yığırdıq. Qura əriyimiz olurdu, tay meşoqlarla. Əvəlliyimiz, ələyəzimiz, cacıq yığırdıq. Həm yay yeyirdik, qışı da bağlayırdıq. Bağlamasın, qışda açır. Turşusunu qoyurduq. Çox. Nə gözəl. Dilarə xanım, Allah həmişə elimizə toy qismət eləsin, şadlıq olsun. Toylarınız haqqında toy kimi bir gözəl adəti var. Hə, toy, yəni ona bu yanlış xatırlamıram, bu yaxınlarda bir tədbirdə mən sizin yallı getdiyinizi gördüm. Yəni çox sevindim. Həqiqətən bu sosial mediada çox yaxşı izlənmişdi. Yəni toyla bağlı nə deyə bilərsiniz? Toy adətləri necə idi? Bizim toy adətlərimiz çox gözəl. Çox gözəl yallı gedən qadınlar, kişilərimiz var idi. Çox gözəl, 10 cürə yallı gedirdik. 3 ayaq gedirdilər, el yallısı gedirdilər, Təncərə gedirdilər, Köçəri gedirdilər, Urfanı gedirdilər, Ruhani, Telo yallısı gedirdilər. Yallı gedənlərdən hərənin baş çəkənlərə ayrı idi. Allah Həsən dayıya rəhmət eləsin. Bir neçə dəfə adını çəksəniz yaxşı olar. Həsən dayı, Əmraliyev Həsən vardı, Ağabey oğlu Həsən, it yallısının başçısını onlar gedərdi. Nə gözəl, nə gözəl. Amma da cavanları el eləyirdilər ki, çubuqla vurdum, mən cırnadım, mən belə elədim yox. İt yallısının başçısını onlar çəkərdi. Allah ikisinə də rəhmət eləsin. Allah rəhmət eləsin. Yaxşı it yallısı onlar, qalan yallıları atam yaxşı gedərdi. Rəhmətli Diləfiz xala ilə Mürsəl dayı yaxşı gedərdi. Zəhra xala, dünyasını dəyişənlərin məni bağışlasınlar. Bəzilərinin adı yadımdan çıxar. Bilsinlər ki, yadımdan çıxıb. Mənim ürəyimdədir hamısı da. Gedərdilər, rəhmətli Pakisa xala, Şəmil müəllim Təncərəni yaxşı gedərdi. Köçərini atam yaxşı. Baş çəkənlər hamı gedirdi. Şükür o rəhmətdən belə, hamısından belə çox gözəl yallılarımız var. Birazın yamsılayıram. Onlar qədər gedə bilməzəm də, amma mən də gedirəm. Nə gözəl. İnşallah o adətənləri yaşatmaq bizim boynumuzun borcudur. Dilarə xanım, sizin Terp cəmaatından, yəni oradan bu günə qədər mən araşdırmışam, bu müsahibədən əvvəl araşdırdım, baxdım. Tanınmış ziyalıları var, müəllimləri var. Müəllimlərinizə kimi xatırlayırsınız? Bir neçə nəfərin adını desəniz? Bir xatırladım sizə ki, düzdür, terp yığma kənd olursa da, terpin yığmasında günah terp cəmaatının hərəsinin öz kəndi var idi. Amma ermənin dağıtdığına, terp kəndi də bütün yığma demək olmaz. Terp cəmaatı ən gözəl cəmaat. Terp cəmaatın, terpin çörəyini hamımız yemişik. Qıraqdan kim gəlib terpin çörəyini yemişik. Terpdə təhsil alıblar. Terp hamısına diplom verir, hamısına atestat verir. Terpdə gözəl insanlar olub, çox savadlı insanlar əmələ gəlir. Əvvəlləri arxivləri terpdən Talibov İrəhimlə tutmuş. Cəmaat yenə deyirəm, üzürü hesab eləm, bəzisi yadımdan çıxar, hamı mənim üçün əzizdir. Hüseynov Hüseynlə tutmuş, başda da Sadayın evindən tutmuş. Ali təhsililər çox idi. Cavan, sonradan əmələ gələn siz qarşı hamına Allah kömək olsun. Onlar da bəzi vaxtlar fəhli olmuşuq, elə imkan olmayıb, oxuda bilməmişik. Amma biraz ki, uşaqlar yekəlib oxuyublar, yaxşı olurlar. Terp yaxşı kənd idi, Terpin də
yaxşı ədət-ənənəsi var idi. Terpdə böyüyən uşaqların hamımız terpdə təhsil aldıq. Hamımızın uşağı böyüsü, özümüzdən yekələr. Terpdə çörək yiyəsi olduq. Terpdə müəllimlər çox idi. Ən əsas bizi külüydü, qorxurduq. Çox qorxurduq. Allah rəhmət eləsin Abdülkərim müəllimə. Allah rəhmət eləsin. Çox idi müəllimlər. Qıraqdan da çox gəlirdilər. İsmail müəllim vardı, məktəb direktoru. Deyəsən Tovuzluydu o. Çox müəllim gəldi getdi. Kötanıdan çox müəllimlər var idi. Cavuddan da var idi. Cermutdan da gəlib işləyən var idi qadın. Var idi, kənddən də var idi. Mütəllim müəllim var idi, elə bilir. Mütəllim var idi, Abdülkərim müəllim var idi. Sonradan heç müəllimlərə çox meyil eləmədilər, başqa sahələri oxudular. Məsələn, elə ev vardı, 6 dənə ali diplomlu var idi, 4 var idi, 2 var idi. Tep cəmaat yaxşı, yaxşı kəndidir, hamımıza hər şeyi verdi. Nə gözəl, biz arzumuz, istəyimiz inşallah o torpaqlara qayıtmağımızdır. Dilara xanım, demək olar ki, verilişimizin sonuna gəldik, amma son iki sualı birləşdirib bir sual verəcəm. Yanlış xatırlamamsa, siz sözünüzün əvvəlinizdə dönə-dönə əgər kəndimizə mən qaydaramsa, ilk ziyarət edəcəyim yer qəbristanlıq olar. Bunu bir balaca açıqlama gətirədiniz. Tək bilik, o da Allah rəhmət etsin, valideyninizi itirmisiniz. Burada başqa haralar ziyarət edədiniz kəndə qayıdarkən? Və sualın arxasında da övladlarımıza biz Qərbi Azərbaycana qayıdışla bağlı maarifləndirmə necə olmalıdır? Bu maarifləndirmə sizi qane edirmi? Mən maarifləndirirəm. Mənim 2 uşağım Şuşa qeydiyyatındadır, amma bu dəqiqəsi onlar görməyibsə də uşaq olublar. Amma görüblər, uşaq olublar da, yəni orada o qədər təsviratları yoxdur. Amma bu dəqiqə onların da o qədər həvəs eləyirlər, o qədər onların da ürəyi oradadır. Uşaqlarıma da demişəm, özüm də deyirəm. Dünyada əvəz olmaz bir torpaq idi. Burada bizim üçün əzizdir. Amma orada bizim torpaq idi, çox heyif ki, özümüzə qalmadı. Çox heyif ki, özümüzə qalmadı. İndən sonra arzu edirəm ki, o torpaqlarımız özümüzə qayıtsın. Yenə də orada gedib özümüz sülh içində, əmin-amanlıq içində yaşayaq. Qaydacaq, onlar erməni ayaq tutsa da yeriyə bilməz. Bəli. Ayaq tutsa da o yeriyə bilməz. Ona görə o bizim torpağımızdır. Nətər ki, buradakini aldıq, oradakini də alacaq. Şükürlər olsun. Yəni biz ölkə rəhbərinin apardığı məqsəd yönlü siyasət nəticəsində biz Qarabağımızı geri qaytardıq. İnşallah arzumuz, niyyətimiz odur ki, torpaqlarımıza, doğma diyarımıza, Qərbi Azərbaycanımıza, elimizə, obamıza qayıdaq. İnşallah bu arzu ilə də icazənizlə mən verilişimizi yekunlaşdırmaq istəyirəm. Son olaraq nə deyə bilərsiniz? Bizim də həsrət və ümid verilişinə məsləhətiniz? Verilişimiz axarı olsun. Axıra qədər olsun, başa qədər olsun. Uğurlar arzulayıram. Nə qədər ki, bu gənc nəslimiz belə işləyirsiniz, belə çalışırsınız, üzə çıxardırsınız, verilişiniz axarı olsun, özünüzə can sağlığı arzulayıram. Ümumi bəşəri, müsəlman dünyasına xoş günlər arzulayıram. Azərbaycan oğullarına, Azərbaycan elinə arzulayıram. Ağzından dərələyə söz çox, qulağı dərələyə sözü işlənlərin hamısına uğurlar, canım qurban hamısına da. Elə. Çox sağ olun Dilara xanım, bir daha təkrar edirəm, vaxtınızı ayırdınız, biraz da soyuqlamışsınız, Allah şəfanızı versin, vaxt ayırdınız, dəyərli vaxtınızdan verilişimiz üçün demək olar ki, bir yarım saatınızı ayırdınız, təşəkkür edirəm, Allah sizə uzun ömür, can sağlığı versin, təşəkkür edirəm. Növbəti inşallah belə başa düşürəm ki, növbəti verilişdə yenə də qonağımız olacaqsınız. Xoşdur mənim üçün, ona görə ki, heç olmasa az da olsa oralardan sizə bir məlumat verdim, sizi məlumatlandırdım. Çox sağ olun, təşəkkür edirəm. Vaxtınızı siz də ayırmışsınız, siz də vaxt itirmişsiniz, siz də vaxtınızı ayırıb bizi dəvət elədiyinizə görə, müsahibə götürdüyünüzə görə mən də təşəkkür edirəm. Çox sağ olun, təşəkkür edirəm. Ola bilsin ki, cümlələri yaxşı qura bilmirəm. Yox, gözəl alındı, çox sağ olun, təşəkkür edirəm. Ola bilsin ki, bəzilərdə nöqsanlar olur, onu da eşidən, bilən hamınız üzrə hesab edən. Xoşdur. Əziz dostlar, müsahibəmizin sonuna gəldik. Bugünkü Həsrət və Ümid verilişinin qonağı Qərbi Azərbaycan Paşa rayonu Terp kəndindən olan Dilara xanım Bəhmanova idi. Çox sağ olun, təşəkkür edirəm. Videonu bəyənməyi, kanala abunə olmağı və paylaşmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşmək ümidi ilə.